Müğənni Rəqsanə İsmailova ev dustaqlığına buraxılıb. Yeni Sabah məlumat verir ki, bu haqda tanınmış prodüser, teleaparıcı Tarix Əliyev Tolik paylaşım edib. O, çox sevindim. Rəqsanə ev dustaqlığına buraxıldı sözləri ilə sevincini bildirib. Əlavə edək ki, Rəqsanə İsmailova vətəndaşların 35 min manat dəyərində qızıl zinət əşyalarını və 520 min ABŞ dolları məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham edilirdi. İttiham sübuta yetirilərsə, müğənnini azadlıqdan məhrum etmə cəzası gözləyirdi. Qeyd edilən faktlarla bağlı Sabunçu rayon polis idarəsində Cinayət Məcəlləsinin xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmə maddəsi ilə cinayət işi başlanılıb və Rəqsanə İsmailova təqsirləndirilən qismində saxlanılaraq istintaqa cəlb olunmuşdu. Onun barəsində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilmişdi.